Salam, OTK-nın 16 mart tarixində keçirilmiş olduğu sınaq imtahanından ingilis dili 9-cu siniflərin sualları ilə tanış olaq. Kanala abunə olmağı unutmayın, çünki 9-cu siniflər üçün çox faydalı və önəmli video və testlər gələcəkdir. Onları qaçırmamaq üçün kanala abunə olmağı unutmayın. 56-cı sualdan başlayaq. 56-cı sualda o sürücüdür, isimdir. İsmin qarşısında zərf olmaz. Carefully zərfdir, ly varsa bunları ataq. Qalaq digərləri arasında. Deməli, sağ tərəfə baxırıq. She drives her car. O öz maşını sürür, ehtiyatla sürür. Bizə ly lazımdır. B-də bu şey yoxdur. Və much müqayisədir. More olsaydı doğru olardı. Ona görə cavab olur C variantı sadəcə. 57-ci sualda bu maşın səninki deyil, sənin maşının evin arxasındadır. Yourdan sonra isim gələr. A ən doğrusudur. D-də yoursdan sonra isim olmaz, gedir. B-də isn't her yox, hers olardı. Y-də ours'dan sonra isim gəlməzdi. C-də mine'dan sonra isim gəlməzdi. Çalışacağım ki, hamısını izah verim ki, qrammatik sualları qaranlıq bir şey qalmasın. Cavab A oldu. 58-ci sualda görək qrammatik qaydadan tapmağa çalışırıqmı? Xoşbəxtlikdən. Məsələn, D-də will'in B-si yoxdur. Won't be able, Y-də də yoxdur. Could'dan sonra to gəlməz. Qalaq digərləri arasında everybody törəmədir. Törəmənin xəbəri təkdə olar. Were olmaz, was olar. Yəni 58-ci cavab A variantı oldu. 59-cu sualda so do I, neither do I bölməsidir. Yəni bu qaydadır. Baxaq. Has a sandwich. Bu has a sandwich'in sual və inkarı nədən düzəlirdi? Do does'danmı yoxsa have-in has-in özündənmi? Təbii ki, do does'dan olurdu. Ona görə bizə do does olan variant lazımdır. A-da do does yoxdur, B-də yoxdur, Y-də yoxdur. Qalırıq C və D arasında. Dialoqda təsdiqə təsdiq, inkara inkar olur. Deməli, has deyirsə, so does he. Yəni 59-da cavab olacaq C variantı. 60-cı sualda cümləni passivə çevirmək lazımdır. Buys indiki zamandır. İndiki zamanın pasivi necə idi? Am is are plus fe'l 3. Burada da fe'limiz nədir? Deməli, buy. Deməli, bizə lazımlı variantlarda am is are bought lazımdır. Çünki buy'ın keçmiş zamanı, yəni 3-cü forması daha doğrusu bought-dur. Doğru mu? İndi am is are bought-u axtaraq. A-da am is are bought yoxdur. B-ni saxlayaq. C-də been var. Am is are birbaşa bought olmalıdır. Been olmamalıdır. D-də was yazıb olmaz. Y-də yenə was var. Baxın, is bought. Görəndə elə biz B-ni götürə bilirik. 61-ci sualda the use of mobile phones, mobil telefonların istifadəsi demişdik, tərkib əmələ gətirəndə xəbər olur təkdə. Were cəmdə, are cəmdə. Cavab nə qaldı? B variantı. İnşallah ki, fikirlər tam aydın olur. Aydın olmasa şərh bölməsində yazın, sizə köməklik eləməyə çalışacağım. Keçək 62-ci suala. Cümlə quruluşu bölməsidir. Burada doğru cavabımız olacaq. Quruluşa görə C variantı. Bunda söz sırasını və qrammatik qaydanı təəssüf ki, bilmək məcburiyyətiniz var, yoxsa tapmaq çətin olur. 63-cü sualda it is-dən başlayır cümləmiz. Deməli, təkdədir. A-da qiz cəmdə, B-də oxygen cəmdə, C-də mice cəmdə, Y-də fishes cəmdə. Cavab nə qalır? D variantı olur. 64-cü sualda cümlənin mənasına baxırıq. Çox şirkətlər onlara iş təklif etdi deyib yeni götürürük. Saydı, üzr istədi, tanıdı, dəyər verdi. Məna baxımından düz gəlmir. 65-də isə bizdən definitionları istəyir. Flavor dad deməkdir. Taste of food yeməyin dadı. 1-ə B gedir. 2 cuisine mətbəx deməkdir. C-yə baxırıq. Style of cooking bişirmə bir üslubudur. Yəni deyirsən ki, Amerikanın mətbəxi, Azərbaycan mətbəxi və s. Deməli 1B, 2C olanda cavabımız olur C variantı. 66-cı sualda decrease, yəni opposite meaning istəyir, əks mənasını istəyir. Decrease azaltmaq, increase artırmaq. Doğru cavab olur A variantı. 67-də bizdən mürəkkəbi soruşur. 4-ə baxırıq. Butterfly mürəkkəbdir. 5 worship mürəkkəbdir. 6 stable men mürəkkəbdir. Yəni 4, 5, 6 nədir? D variantı oldu. Keçək 68-ə. Bizdən yaxın mənalıları soruşur. Appreciate qiymətləndirmək, interrupt kəsmək. Bu gedir. Disturb narahat etmək, please məmnun etmək. Bizə yaxın məna lazımdır. 1, 3, 5 doğru cavabdır. Deməli 68-də.
69'da doğru cavab olacaqdır A variantı. 70'də doğru cavab olacaqdır B variantı. Vaxt baxımından mətndən izahını verməyəcəm, amma qaranlıq bir şey qalarsa qeyd edin, sizə köməklik eləyim. 71'də doğru cavab olacaqdır Y variantı. Keçək mətnə. Mətn malyariya xəstəliyindən danışır, yəni ağcaqanadların yaratdığı bir xəstəlikdir bu. 72'də doğru cavab olacaqdır. Nə olur? Burada D variantı olur. 73'də səhvi bizdən soruşur, doğru cavab olur Y variantı. 74'də doğru cavab C variantı olur. 75'də doğru cavab nə olur? Burada C variantı olur. 76'da doğru variant olur 1 və 3. Listening sualları hazırda əlimdə yoxdur. Birazdan hazır eləyib kanalın short bölməsində, short video bölməsində doğru cavabları paylaşacağım, dinləmənin cavablarını. Oradan baxa bilərsiniz. Belə əziz abituriyentlər, ümid edirəm ki, faydalı oldu. Kanala abunə olub faydalanmağı unutmayın. Yoldaşlarınızla da bölüşə bilərsiniz. Hər birinizə uğurlar olsun.